Salam, axşamınız xeyir olsun. Hadisənin gecə yarısına olan buraxılışının təqdimatı ilə studiyada mənəm Zülfiyə Telman qızı. Ani diqqətsizlik yaxud elə çarəsiz olacaqlar. Nəticəsi isə yol nəqliyyat hadisələri. Bu dəfəki qəzaların ünvanı Şəmkir, Tovuz və Abşeron olub. Ümumilikdə 8 nəfər xəsarət alıb. Şəmkir-Gədəbəy avtomobil yolunda yol qəzası baş verib. Məlumata görə qəza yolun 13-cü kilometrliyində qeydə alınıb. Niva və Vaz 2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin Şəmkir rayonu Morol kənd sakini 58 yaşlı Zeynəb Səlmanova və 54 yaşlı xanım Sadıqovanın vəziyyəti orta ağır, digər 2 nəfərin vəziyyəti isə normal qiymətləndirilir. Daha bir qəza Tovuz şəhərində olub. Mercedes və Vaz 2106 markalı avtomobillərin toqquşması nəticəsində Vazın sürücüsü, aşağı Öysüzlü kənd sakini 59 yaşlı Arif Həsənov və onun həyat yoldaşı, sərnişin 56 yaşlı Səidə Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində də yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan Mercedes markalı avtomobil yol ayrıcına çırpılaraq aşıb. Qəza nəticəsində sürücü və sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onlar ətrafdakıların köməyi ilə çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Əraziyə yol patrol xidmətinin əməkdaşları cəlb olunub. Bütün faktlarla bağlı araşdırmalar aparılır. Bəli, çox şükür ki, bugünkü yol nəqliyyat hadisələri ölümsüz ötüşüb, amma xəsarətin özü də bəladır, yəni insanlar yarımcan olur və nə çoxdur ki, gün ərzində elə canından da olanlar qəza nəticəsində. Ona görə ehtiyatlı olmaq lazımdır, xüsusən yollarda, çünki bizim hər birimiz evlərimizdə gözləyən insanlar var, necə deyərlər, sükanı möhkəm saxlamaq lazımdır. Paytaxtın Yasamal rayonu Həsənbəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadrat metr olan 2 otaqlı mənzildə yanğın baş verib. Hadisə qeydə alınan zaman evdə heç kim olmayıb, yanğın mənzilin mətbəxindən başlayıb. 20 kvadrat metr sahə əşyalarla birgə yararsız hala düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə İdarəsinin briqadası cəlb olunub, 10 nəfər bina sakini təxliyə edilib. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisənin baş verməsinə ilkin səbəb kimi elektrik naqillərində qısa qapanma göstərilir. Bəli, yanğın faktları da ən az yol nəqliyyat hadisələri qədər demək olar ki, günümüzün kabusuna çevrilib və hər buraxılışımızda heç olmaya bir yanğın faktını biz təqdim edirik siz tamaşaçılara. Ona görə də hər şeydən öncə öz ehtiyatımızı özümüz əldən verməyək ki, baiskar özümüz olanda sonraki peşmançılığın faydası olmur, o da çox incidir insanı. Göyçay rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 300 manat dəyərində qızıl və gümüş əşyalar uğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, cinayət əməlini törədən Çayarxı kənd sakini əvvəllər məhkum olunmuş Hüseyin Feyzullayevdir. Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Nikolay Miroşniçenkonun isə digər cinayət əməli ortaya çıxıb. Bakının Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun martın 6-sında rayon ərazisindəki bir mağazadan 115 manat pul, mobil telefon və notebook uğurladığı müəyyən edilib. Narkotik vasilə ilə tutulan Zamik Quliyevin ətrafında Nərimanov rayon polis idarəsi 17-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə isə onun aprelin 13-dən 15-nə dək olan müddətdə rayon ərazisində 3 avtomobildən ümumilikdə 50 manat pul, 3 mobil telefon və ehtiyat təkər uğurladığı da müəyyən olunub. Yaşı az olsa da əməli əndazəni aşdı. Evdən qızıl və pul uğurlayan gənc çox da uzağa gedə bilmədi təbii ki. 42 yaşlı kənd sakini Famil Ağayev Siyəzən rayon polis şöbəsinin növbətçi hissəsinə aprelin 15-də evindən oğurluq edilməsilə bağlı müraciət edib. Hadisə yerinə baxış keçirən əməliyyat qrupu evdən bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl nişan üzüyü və 55 manat nağd pulun uğurlandığını müəyyən edib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Balaca Həmiyə kənd sakini 19 yaşlı Qəribağa Zeynalov saxlanılıb. İçini evini bilməm. Evin dalına geçtim. Pencere var, bir var, bir oradaydı. O birisini darttım elimden. Məftimlə bağlamışlar. Sıxdım. O qırılmadı, o birisini şüşələ vurdum. Cırdım sarpma geçdim çaya. Çaya 2 sentimetr bir şey altını açtım.
senin altında kızım var. Yollar götürüp çıktım. Gittim koydum yemeğini sarıladı. Bir tane 8.000 lira. Koydum çıktım gittim akşam. Akşamdan çıktım gittim orada. Oturdum akşamda kumarım. Benim var oradan sağımda 2 yıl sonra. Ben de varım. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Bəli, kiminsə qızılla qənim kəsildi, qızıldan olan varına, puluna qənim kəsildi, amma qara mala qənim kəsilənlər də var. Bəli, Şəmkir polisi mal-qara oğurluğu ilə məşğul olan dəstəni zərərsizləşdirib. 4 nəfərlik qrup müxtəlif vaxtlarda ayrı-ayrı təsərrüfatlardan 2 baş iri və 23 baş xırda heyvan oğurlamaqda şübhəli bilinir. Saxlanılanların qohumluq əlaqələri var. Şəmkir polisi tərəfindən saxlanılanlar rayonun Mahmudlu kənd sakinləri 23 yaşlı Hacıağa Abbasov, 24 yaşlı Məmməd Məmmədov, 27 yaşlı Oyçu Hüseynov və 20 yaşlı Ruslan İsmailovdur. Həmyerlilərinin malqarasına qənim kəsilənlər ilk əməllərini ötən ilin dekabrında yaşadıkları Mahmudlu kəndində Nüsrət Hüseynova qarşı törədiblər. Gecə saatlarında fermaya girənlər oradan 8 baş qoyun oğurlayıblar. Oğurluq malın pulu dörtlüyün ağzına şirə salıb və Seyfəli, Çaparlı və Dəllərcırdaxan kəndlərində də iri və xırda buynuzlu heyvanları da özününkiləşdiriblər. Oğurluq malqaranı Hacıağa Abbasova məxsus VAZ 2106 markalı avtomobillə Bərdə və Tovuz rayon bazarlarında tanımadıkları şəxslərə satıblar. Getdik Tovuzun bazarında satdıq, gəldik pulu böldük. Adam payına 110 manat pul düşdü. Hacı maşın olduğuna görə, yəni 200 manat düşdü, yəni maşın benzin pulu uzadı, 110 manat da bizə düşdü. Dəstə üzvləri sonuncu cinayət əməlini isə Keçili kəndində Allahverdi Məmmədova qarşı törədiblər. Oğurladıkları 5 baş xırda davarı Tovuz bazarında satışa çıxaranların alıcısı polislər olub. Şəmkir rayonu Mahmudlu kənd sakinləri Abbasov Hacıağa Azadoğlu, Məmmədov Məmməd Tofiqoğlu, Hüseynov Oyçu Nərimanoğlu və İsmailov Ruslan İsaoğlu qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək Şəmkir rayonunun bir neçə kəndlərindən müxtəlif vaxtlarda iri və xırda buynuzlu heyvanları oğurladıqları müəyyən edilmişdir. Faktla bağlı olaraq tərəfindən cinayət işi başlanmış. Hələlik dəstənin 6 təsərrüfatdan 24 baş heyvan oğurladığı müəyyən edilib. Saxlanılan şəxslər müstəntiq Yunis Quliyevlə söhbət zamanı silsilə oğurluq törətdiklərini gizlətməyiblər. Peyini zad bilirdik ki, mal damıdır, bilinir də nə xaydı. Satırdıq Tovuzun bazarında. Pulunu da xərcləyirdik. O da getmək istəmirdim. Mənə 1-2-3 dəfə zəng elədilər. Sonra gəldim, getdik, heç nə. Götdü yapardıq, satdıq, çox peşmanam. Dəstənin digər üzvü Oyçu Hüseynovun tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Bəli, dəstə üzvləri göründüyü kimi gənclərdən ibarət idi və həmin gəncləri də orada birləşdirən bir dırnaqarası dəyər var idi. O da dələduzluq idi, oğurluq idi. Amma əslində isə bizim gənclərimizi daha ündə vəzifələr, daha ündə dəyərlər birləşdirməlidir. Çünki bizim sabahımızın bugün o mənəvi dəyərlərlə böyüyən gəncliyə çox ehtiyacı var. Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə Bərdə rayonu Qaradağlı kəndində yaşayan Babək Nərimanovun evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Baş idarə əməkdaşlarının keçirdikləri təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Nərimanov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan AK-47 markalı avtomat silah, 17 ədəd qumbara, 790 ədəd müxtəlif çaplı patron, 6 ədəd daraq, 5 ədəd patron darağı aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatı bir neçə il bundan əvvəl tapdığını etiraf edib. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat axtarış tədbirləri davam etdirilir. 2-ci ildə yaşadığım kəndin örüş yerindən Kalaşnikov avtomatı və ona məxsus olan sandıqça tapdım. Bu silahı gətirərək evə bunu pükdüm və öz zirzəmimizdə bunu mən gizlətdim. Balakən rayon polis şöbəsi əməkdaşları narkotiklərlə mübarizə sahəsində uğurlu əməliyyat həyata keçiriblər. Rayonun Xalatala kəndində yaşayan Əhməd Şabanovun həyətyanı sahəsinə baxış keçirilib. Oradan kultivasiya yolu ilə yetişdirilmiş 63 ədəd çətənək yol aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Astara Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələrin qaçaqmalçılığının qarşısını alıblar. İdarənin sərnişin nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi mini avtomobili ilə gələn Hindistan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb. Kinoloji xidmət itinin reaksiyasına əsasən avtomobilə, eləcə də vətəndaşın əl yüklərinə və özlərinə baxış keçirilib. Baxış zamanı gömrük nəzarətindən gizlədilən narkotik vasitələr, bir ədəd bükümdə ümumi xalis çəkisi 2,54 qram təşkil edən marixuana və 3 ədəd bükümdə ümumi xalis çəkisi 16,389 qram təşkil edilən həşiş aşkar edilib. Bundan başqa 48 ədəd müxtəlif adda 27 ədəd həb şəklində psixotrop və güclü təsir edici maddələr aşkar olunub, faktla bağlı araşdırma aparılır. Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi Mercedes-Benz 220 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində döşəmənin altından gömrük nəzarətindən gizlədilən 3000 ədəd siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Aprelin 17-sində Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyinin ekspertləri, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarə Etmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminin məlumatları əsasında Füzuli rayonunun Əhməd Alılar kəndində təmizləmə əməliyyatı aparıblar. Bir ev və həyətyanı sahəyə baxış keçirilib. Nəticədə 8 ədəd partlamış 5,45 mm-lik patronun gilizi aşkarlanaraq götürülüb. Yanvarın 1-dən aprelin 17-sinə də agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5130 patlamamış hərbi sursat, tank əleyhinə 81 və piyada əleyhinə 9000 aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1,913,644 kvadrat metr ərazi yoxlanılıb. Daxili İşlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınıb, onların 15-i istislərlə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Avtomobil yollarında 4 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər xəsarət alıb. Daxili İşlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər tutulub. Ötən tutuqlanın da rəsmi xronikası bunlardan ibarət oldu. Daha 14 nəfər azadlıqdan məhrum oldu. Daha 14 nəfərin ömrü günü dəmir barmaqlıqlar arxasında ya qədərin gəlişindən, ya da ki, elə öz səhv ucbatından sözün əsl mənasında çürüyəcək. Ömrümüzü, günümüzü çürütməyək. Həyat gözəldir, yaşamaq gözəldir və insanlıq təbii ki, və onu realizə eləyəcək qayda, qanunlar, gözəl əməllər bizimlə olanda hər şeyin, bütün gözəlliklərin fərqinə varırıq və təbii ki, o gözəlliklər də bizim həyat yolumuza öz suyunu mütləq şəkildə səpir. Allaha əmanət olun, nəsibdə qismətdə varsa görüşəcəyik.